Bakıda mənzil bazarında bahalaşma, bu evlərin qiyməti kəskin artdı. Bu ilin fevral ayında Bakıda mənzillərin qiymətləri yanvar ayı ilə müqayisədə orta hesabla 1,5%, ötən ilin eyni dövrünə nisbətən isə 11,2% artıb. Həm ilkin, həm də təkrar mənzil bazarında bahalaşma olub. İlkin mənzil bazarında aylıq müqayisədə 1%, illik müqayisədə isə 12,9% bahalaşma qeydə alınıb. Bazarda təklif sayı isə ay ərzində 2,5%, il ərzində isə 14,5% artıb. Təkrar mənzil bazarında isə yeni tikililərdə qiymətlər ay ərzində 1,5%, il ərzində 10,9%, köhnə tikililərdə müvafiq olaraq 1,1% və 9,8% artıb. Kirayə bazarında qiymətlər sabit qalıb. İnvestisiya məqsədi ilə alınan yeni tikililərdə bahalaşma davam edir. Təməl mərhələsində olan yeni tikililər üzrə qiymətlərdə isə kəskin bahalaşma müşahidə olunur.